Toyota'nın Lexus olan kimi Nissan'ın da bir Infinity'si var. Bugün biz ondan danışacağız. 1989-cu ildə Nissan Amerika bazarında Honda şirkətinə rəqib olmaq üçün Infiniti markasını yaratdı. 1990-cı ildən Infiniti G seriyasının istehsalına başlandı. Birinci nəsil P10 C20 adlanır və 1990-cı ildən 96-cı ilə qədər istehsal olunub. İkinci nəsil P11 98-ci ildən 2002-ci ilə qədər istehsal olunub. Üçüncü nəsil V35 C35 də adlanır. Cəmi 5 il 2002-ci ildən 2007-ci ilə qədər istehsal olunub. Sonuncu G seriyası V36 adlanır və 3 seriyada istehsal olunub. C25, C35 və C37. İstehsalat 2007-ci ildən 2014-cü ilədək davam edib. 2009-cu ilin noyabr ayında isə Restyle, yəni facelift olunub. Avtomobildə yeni duman işıqları ilə təchiz olunmuş bamper və radiator barmaqlıqları yenilənib. 2010-cu ilin iyun ayında isə yenilənmiş kupe və kabriolet təqdim olunub. İlkin olaraq bu model 3.5 litrlik mühərriklə təchiz olunsa da, 2010-cu ildən 2.5 və 3.7 mühərriklərlə əvəz olunub. 5 pilləli sürətlər qutusu isə 7 pillə ilə əvəz olunub. 2500 kub santimetrlik mühərrik bizə tam 222 at gücü verir. Sadə atmosfer tipli mühərrik sayılır. V şəkillidir, zəncirli mühərrikdir. Mühərrikin özü uzun ömürlü mühərriklər siyahısına aiddir. Yəni rahat 200 min bir resursu var. 200 minə qədər heç bir qlobal bir problem olmur. 200 mindən sonra müəyyən bir yağ yemələr başlaya bilər. O da üzlüklə bağlı olan problemlərdir. Xüsusən də aşağı keyfiyyətli yanacaq bu avtomobillərin üzüklərini daha tez sıradan çıxardır. Mühərrikxanada biraz usta işləri qəlizdir. Mühərrik V şəkilli olduğundan, yəni qabariti böyük olduğundan ustanın bura daxil olmağı biraz çətin olacaq. O da avtomobil sahibinin xərclərini artıracaq və adicə baxsaq, hava filtri 2 dənədir, hava ölçən 2 dənədir, çünki V şəkilli mühərrikdir. Bu, xüsusən Infinitilərin bir çox modellərində belədir. Digər mühərrikxanada gördüyümüz soyutma mayesi C11 istifadə olunur. Köhnə nəsil soyutma mayesidir. Əyləc mayesi DOT 3-dür, o da köhnə nəsildir, amma onu DOT 4-dən tam əvəz eləmək olar. Sükan gücləndirici mühərrikxanada gördüyümüz qədər elektron deyil, o da yağlandı, hidravlik sükan gücləndirici. Infiniti şirkət tərəfdən yağ dəyişmə intervalı 15 min qeyd olunsa da, bizim reallıq bunu yarı-bayarıya bölməyi tövsiyə edir. Çünki bizim real tozlu hava, aşağı keyfiyyətli yanacaq, üstəgəl şəhərdə olan çox aşağı sürət. Bunlar hamısı yağın ömrünə təsir edir. Bu arada 4 litr 900 qram yağ tutumu var. 5-30 ilsaq GF və ya ilsaq GF 6 tələbli yağ istifadə edib. Soyutma mayesinin həcmi 8 litr 300 qram olsa da, dəyişim zamanı maksimum 5-6 litr dəyişə biləcəksiniz. Etilen glikol tərkibli olduğuna görə 2, maksimum 3 ildən bir dəyişməyiniz tövsiyə olunur. Əyləc mayesi isə cəmi tutumu 1 litrdir və bunu 2 ildən bir dəyişməyiniz tövsiyə olunur. Avtomobil premium sinifə aiddir deyə salonda keyfiyyətli dəri materiallardan istifadə olunub. Məhz bu premiumu vurğulamaq üçün cihazlar lövhəsində analog saatdan istifadə olunur. Avtomobilin elə güclü bir funksionallığı yoxdur. Yəni bütün Asiya istehsalçılarında biz bunu görə bilirik. Qabardılacaq məsələ oturacaqların yaddaş paketi, açarsız start-stop və ilk bu sinifdə sensor ekrandan istifadə olunub. Nə qədər razı olmasam da Infiniti şirkəti bu avtomobili kompakt luxury car kimi təqdim edir. Yəni premium sinifə aiddir. Qapıda açarsız giriş. Amma təəssüflər olsun ki, o açarsız giriş yalnız ön qapılar üçündür. Arxa qapılar buna nail olmayıblar. Xaricdən və daxildən Infiniti C25 modeli C37-dən heç nə ilə demək olar ki, fərqlənmir. Şirkətin vitse-prezidenti Ben Purun sözlərinə görə bu avtomobil lüks avtomobil əldə edib, amma böyük mühərrikdən istifadə etməyən insanlar üçün nəzərdə tutulub. Əsas rəqibləri də Lexus IS250 və BMW 328 markalı avtomobildir. Ənənəvi Asiya avtomobillərindən fərqli olaraq bu avtomobil ön çəkən yox, məhz arxa çəkəndir. Yanacaq sərfiyyatı şəhərçisi təxmini 10-12 litr aralığında dəyişir. Pillələr qutusu 7 pilləli Jatco şirkət tərəfindən istehsal olunmuş pillələr qutusudur. Bunu Mercedes-in 7 pilləsindən səhv salmayın. Yağ tutumunda 9 litr 200 qram Nissan Matic S yağından istifadə olunur. Ön təkər ölçüləri 255, 55, 18 olsa da, arxa təkər ölçüləri 245, 45-in 18-ədir. Bu da o deməkdir ki, avtomobil idman ruhlu avtomobildir. Avtomobilin işlək hissələri texniki cəhətdən xərcsiz, dözümlü sayılsa da, avtomobilin geniş yayılmış 3 problemi var. Sükan mexanizmi təxmini
100-150 mindən sonra sizə problemlər yarada bilər. Bu birinci məsələ. Əyləşləmə zəifdir. İkinci məsələ və stupsa yataqlarının sıradan çıxa bilər. Arxa hissədə texniki cəhətdən bir problem yoxdur. Yalnız yayların zamanından tez öz formasını itirməyi ilə bağlı şikayətlənir bəzi sürücülərimiz. Pillələr qutusunu da dözümlü pillə qutusuna aid etmək olar. Vaxtı-vaxtında yağ dəyişəndə 300 minə qədər rahat resursu var. Bəzi sürücülərin aşağı dövrlər sayında, aşağı sürətdə bir dartınmalarla bağlı şikayətləri var. Onu da pillələr qutusunun adaptasiyası, proqramın yenilənməsi və yaxud softların dəyişməsi ilə aradan qaldırmaq olur. Katalizatorların resursu istehsalçı tərəfindən 200 min qeyd olunsa da, bunlar da rahat 300 minə qədər istifadə edə bilərsiniz, amma bir şərtlə ki, yaxşı yanacaq istifadə edəcəksiniz. Katalizator sıradan çıxdıqda, katalizatorda müəyyən bir tıxanmalar olur və həmin o katalizatorun qırıntıları, toz hissələri geriyə məhz mühərrikə qayıdıb və mühərrikin daha tez sıradan çıxmağına gətirib çıxarda bilər. Avtomobilin arxa çəkən olmağı texniki cəhətdən mükəmməl olsa da, bura istehsalçı bir kardan əlavə etmək məcburiyyətində qalır və bu da sərnişinlərin narahatlığından kompensasiya olunur. Çünki kardan olduqda salona müəyyən bir giriş olunur və orta sərnişinin ayaqaltısında bir çıxıntı olur, bir diskomfort yaranır. Avtomobil haqqında bir yekun rəy vermək istəyirəm. Avtomobilin real qiyməti avtomobil satış saytlarında 20 min manat ətrafındadır. Məncə 2012-2013-cü ilin avtomobili üçün, Yapon keyfiyyətli avtomobili üçün normal qiymətdir. İdeal bir kipliyi var avtomobilin. İnovativ bir avtomobil axtarırsınızsa, zolaq tutma və ya digər məsələlər bu sizin avtomobil deyil. Amma praktik Yapon keyfiyyətli avtomobil axtarırsınızsa, bu seçimə də nəzər yetirə bilərsiniz. Diqqətiniz üçün təşəkkür. Növbəti videolarımızda növbəti avtomobillərimizin testi olacaq.